Bu yol Yevlax-Bərdə-Ağdam yoludur. Bu hissə isə Bərdə istiqamətindən gələn yoldur. Göründüyü kimi mən artıq yola düzəlirəm və Bərdə istiqamətindən üzü Quruqa tərəf, yəni Yevlax istiqamətinə gedirəm. Dostlar, bilirik ki, bir neçə müddət bundan qabaq 2.4 nişanı var idi orada. Onunla 2.5-i əvəz etdilər və 2.5 nişanını da elə bir yerdə qoyublar ki, Bərdə istiqamətindən, hal-hazırda mən getdiyim istiqamətdən gələn sürücülər o nişanı görmürlər. Və qeyd edək ki, çox sürücülər də oranı çoxdan elə 2.4 bilərəkdən düzünə Yevlağa, sola Quruqa daxil olaraq gedirlər, belə deyək, üzü Gəncə istiqamətinə və yaxud da Yevlağa. Və stop nişanı görünmədiyi üçün çox adam solunu buraxaraq dayanmadan elə olur ki, keçir orada və cərimələnirlər. İndi hal-hazırda da göstərdiyim yerdə əslində burada olmalıdır 2.5 nişanı ki, sürücülər Bərdə istiqamətindən gələndə rahat şəkildə o stop nişanını 2.5 dayanmadan keçmək qadağandır nişanını görsün. Görürsünüz, indi hal-hazırda stop nişanı harda qurlaşdırılmışdı. İndi mən yenə də göstərirəm, görürsünüz. Ağacın arxa tərəfində, yəni belə deyək, döngədə elə bir yerdə qurlaşdırıblar ki, stop nişanı çox çətinliklə görünür. Hətta gəlib keçmək istəyən sürücü anidən belə görüb onu tormozlama aparır. Bu da bilirsiniz ki, arxadan gələn avtomobilə qəza şəraiti də yarada bilər.